ребят хороший настрой был, дисциплинированно сыграли, без грубых ошибок. Fikirləşirəm ki, bu gün uşaqlarda yaxşı köklənmişlər bu oyuna və ciddi səhv olmadan oynadılar. Я думаю, rебята заслужили сегодня победу. Mənə elə gəlir ki, bu gün uşaqlar layiq idilər, haqq elədilər bu qələbəni. Вопрос. Suallar. Var mı? Buyurun. Sualım var. Turanda sol müdafiədə problem olanda sağ müdafiəçinin solda oynamağı var. Проблема тогда правый бортовой играет левым. Сегодня Фаик играл. Он как вообще как думаете? Нет, Файк сегодня хорошо сыграл. К сожалению, нас травму получил. И Файк неплохо сыграл. Faiq yaxşı oynadı. Enrique travmu получил. Faiq yaxşı oynadı bu gün. Təəssüflər olsun ki, Enrique ötən oyunda zədə aldı, ancaq Faiq yaxşı oynadı bu gün. İkinci sol Vacin əsas heyətin möhkəmlənməsində nə mənim? Почему Вадим не всегда стартует на... Ваджи болел вчера. Xəstə idi dünən. Он не тренировался. Məşq eləməmişdi, xəstə idi. Onu nəzərə almasam, funksional olmasına razıdır. Он готов, доволен им по Нет, да. Да. Но, к сожалению, пропустил тренинг. Bəli, amma təəssüflər olsun ki, məşqi buraxdı. Amma belə bəli, razıyam. Buyurun. Komandanın lideriyə yüksəldi. İndiki durumda на данный момент. futbolcularımızdan razısınız. Доволен. Но мы так же, как и все остальные команды, друг к другу притираемся. Еще очень много работы, очень много легионеров в каждой команде и в нашей тоже, поэтому еще нужно время для того, чтобы сыграться. Так же, как и у всех проблем. Digər komandalar kimi təbii ki, bizdə müəyyən məsələlər var, amma biz də digər komandalarla təbii ki, hələ mübarizə aparacağıq. Müəyyən müddət var, hələ ki müəyyən müddət var, amma təbii ki, çalışmalarımıza davam edəcəyik. Bu gün Faiq solcudan müdafiəsində oynadı. Sağda da Jorge Silva oynadı və yaxşı oynadı, bir məhsulda ötürmət elədi. Qarşılaşın turlarda Faiq Hacıyevi ehtiyat skamyasına görə bilərik. На следующем туре мы можем увидеть Фаик на скамейке. Но у нас кто сильнее на данный момент, тот играет. Слава Аллаху, у нас состав сейчас достаточно укрепился, поэтому есть вариативность. Bizdə kim güclüdür, o oynayacaq. Şükürlər olsun Allaha ki, hazırda komandamız yaxşıdır. Yəni oyunçularımız kifayət qədər var və yəni kim yaxşı olacaq, o da oynayacaq.